İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından şiş bir təpəyə dırmanırdıq. Dostum Ağabəy, burada sənə göstərəcək maraqlı bir yer vardır deyib, sürətlə irəliləməyə başladı. Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş, seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq zoğal ağaclarına sarılmış, yabanı üzüm və böyükən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan ətrafı bürüyən raihədən doymurdu. Ara bir, müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkildisi, kəsik-kəsik fəryadı eşidilirdi. Dostum bu yerləri birinci dəfə görürmüş kimi əllərini heyrətlə bir-birinə çırpdı. Buradakı quşlar məskənidir. Gör nə qədər quş var. Bax, yarpaqların arasına sığınmış, sarı çiçəyə bənzəyən o quşçuğazı görürsənmi? Nə qədər şux, nə qədər gözəldir. Bütün lətafət və incəlikləri özündə toplamış olan gözəllik tanrısını xatırladır. Diqqət et, təbiətin ən nəşəli bir zamanında yaranmış olan bu kiçik məxluqda nələr yoxdur. O həm şair, həm də gözəl bir bəstəkardır. Kaş ki, biz də bu quşlar qədər məsud olaydıq, qanadlanaraq qarşıdakı uca dağların başındakı buludlara qarşıydıq. Yox, dostum, mənim üçün burada xoşdur. Çünki o rütubətli buludlar içində bu rəng və lətafəti, zövq və səadəti tapmazsan dedim. O səmimi gülümsəyərək ətrafı bir daha heyrətlə süzdü. Doğrudan başqa aləmdir dedi. Sonra əlimdən çəkərək, gəl, gəl, dediyim yerə çatırıq, deyə məni özü ilə bərabər aparmağa başladı. Qocaman bir iydə ağacının altında dayandıq. Dostum iydə ağacının nazik və uzun budaqları altında olan köhnə bir qəbri əli ilə göstərərək heç bir söz demədi. Ağacın budaqlarına bir çox əlvan iplər, müxtəlif rəngli parçalar, xırda daş, kəsək bağlanmış və bir neçə beşik asılmışdı. İydə ağacı çox qəribə, əsrarəngiz bir görkəm almışdı. Bunlar nədir, deyə soruşdum. Bu iplər nəzir sahibləri tərəfindən bağlanmış, beşiklər isə doğmayan qadınlar tərəfindən asılmışdır, dedi. Hər ikimiz bir an susaraq o ağacı və köhnə qəbri nəzərdən keçirdik. Xəyalımız ibtidai dövrlərdə yaşayan babalarımızın köhnə adət və etiqadlarını gözümüz önündə canlandırdı. İxtiyarsız olaraq, əcəba biz hansı dövrdə yaşayırıq, deyə heyrət içində dostumun üzünə baxdım. O da eyni tövrlə daş dövründə deyə cavab verdi. Bu zaman qəbrin baş tərəfində qoyulmuş, yuvarlaq və şaquli şəkilli bir neçə daş gördüm. Xoşuma gəldiyindən bir ikisini götürdüm. Dostum əlimi tutaraq nə edirsən? Bunları götürmək olmaz deyə səsləndi. Nə üçün? Pir qəzəb edər, xəstələnərsən. Sən də mi bu xurafata inanırsan? O gülümsəyərək, yox canım, sən mən nə zənn etdin? Ancaq cahil adamlar daşlardan birini əlimizdə görsələr, qiyamət qopararlar, dedi. Mən daşları yerə qoydum, bir qədər iydə ağacının altında dayanıb, mövhumatın şuuru necə zəhərlədiyini düşündüm. Qəzəbdən danışa bilmirdim. Dinməzcə yolumuza davam etdik. Meşədəki dərin sükutu, quşların civildisi, bir də bizim ayaq səslərimiz pozurdu. Dostum əlini çiynimə qoydu. O, iri ala gözlərini üzümə dikərək, sənə uzun, həm də çox qəmli bir əhvalat söyləyəcəyəm, dedi. 5-10 addım getdikdən sonra yeni bir qəbir daşı yanında oturdu. Onun qaşları çatılmış, üzü dumanlanmış, gözlərindəki parlaqlıq sönmüşdü. Bir dəqiqə qəbri həzin baxışlarla süzdükdən sonra mənim ən yaxın, ən səmimi dostum Əhmədin qəbridir, dedi. Olduqca həssas, namuslu bir gənc idi. Təhsili az olsa da çox istedadlı bir cavan idi. Rustov kəndində pristavın bütün dəftərxana işləri onun əlindən gəlib keçirdi. Hər gün axşamlar görüşüb günümüzü xoş keçirərdik. Bu gözəl insanın ancaq böyük bir qüsuru vardır. Bir fikir və iradə sahibi deyildi. Görüşdüyü adamların təsirinə tez qapılar, onların fikir və mühakimələrini dərhal mənimsərdi. Axırda da bu iradəsizliyinin qurbanı oldu. Dostumu qısaca xarakterizə etdikdən sonra onun başından keçən faciəni sənə nəql edim. Mühüm bir iş üçün 10 gün müddətinə Qubaya getmişdim. Oradan da Bakıya getməliydim. Səfərim zənn etdiyimdən çox uzun sürdü. Yaşadığımız Rustov kəndinə döndüyüm zaman dostumu görmək üçün evinə getdim. Heç kəsi görmədim. Qapılar, pəncərələr bağlı idi. Oradan birbaşa işlədiyi idarəyə getdim. Məmurlardan birisi Əhmədin sətəlcəm olduğunu və müalicə üçün haraya isə getdiyini söylədi. Bu xəbər məni çox peşman etdi. Pərişan halda evə qayıtdım. Axtarıb tapmaq istədim. Lakin harada olduğunu qəti surətdə öyrənə bilmədim. Hərə bir söz deyirdi.
Birisi Xaçmaz xəstəxanasında yatdığını, bəziləri də şəfa üçün pirə getmiş olduğunu söyləyirdi. 3 gün sonra dostumun ağır səfərdən qayıtdığını eşitdim. Dərhal yanına getdim. Mən içəri girəndə o yataqda idi. Görüncə heyrət etdim. Söhbətin bu yerinə çatanda Ağabəy əziz dostunun qəmli taleyini xatırlayaraq dərin bir kədər hissi keçirirdi. O danışdıkca səsi də yavaşıyır və qəmli bir ahəng alırdı. Ağabəy sözünə davam edərək dedi: "O sağlam vücudlu adam az zaman içərisində əriyərək o qədər dəyişmiş, o qədər kiçilmişdi ki, tanıya bilmədim. Simasındakı o rəng, təravət, gözlərindəki o nur sönmüş, yanaq sümükləri çıxmış, gözlərinin hədəqələri çuxurlaşmış və ətrafını dərin, qara bir dairə sarmışdı. Elə tutulmuşdum ki, 4-5 dəqiqə danışmağa iqtidarım olmadı. Çaşkın-çaşkın üzünə baxırdım. Nəhayət, biraz özümü toplayaraq dedim: "Sənə nə oldu? Gedirkən sap-sağlam qoyub getmişdim." O, zəif bir səslə: "Soruşma qardaşım, soruşma. Dərdim böyükdür" dedi. "Xəstəliyin nədir?" "Əvvəlcə sətəlcəm. Sonra da axmaqlıq. Bakıda həkimlərə özünü göstərdinmi? Onlar nə deyir?" O acı-acı gülümsəyərək başını yastıqdan biraz qaldırdı. Çuxur və qaramtıl bir dairə içində sönük-sönük parıldayan gözlərini üzümə dikərək heyrətlə: "Bakıya, insan oraya müalicə üçün gedər? Mənim orada nə işim? Bəs sən hara getmişdin?" Zavallı cavan qəlbinin içində vurulmuş kimi inlədi. Bəlğəmdən boğazını təmizlədikdən sonra həzin bir səslə: "Mən ata-baba qaydası ilə Pir Həsəndən şəfa istəməyə getmişdim" dedi. Əhməd mənalı gözlərini üzümə dikdi. Əti getmiş və ancaq dəri ilə sümük qalmış əlləri ilə yorğanı üstündən qaldırdı. Mum kimi ərimiş vücudunu başdan ayağa süzdükdən sonra: "Bax, pirin şəfa və kəraməti belə oldu. Sağ getdim, ölü qayıtdım" deyə yenə yorğana sarındı. "Bəs indi necəsən? Tamam sağalmısanmı?" Amansız öskürək dostumuz söz söyləməyə qoymurdu. O, biraz sakit olduqdan sonra başına gələnləri qısaca mənə nəql elədi. "Səni görəndən 3 gün sonra soyuqdan bərk xəstələndim. Düz 15 gün yatdım. Sağaldıqdan sonra yenə işə gedirdim. Amma xəstəlik məni lap üzmüşdü. Özümü çox yorğun, halsız hiss edirdim. Nəşəm qaçmış, yeməkdən qalmışdım. Mənim bu halım anama pis təsir edirdi. Bir gün dedi: "Oğul, sən nə vaxtacan belə qalacaqsan? Gəl sözümü eşit. Səni Pir Həsənə aparaq. Orada qurbanımızı kəsək, şəfamızı istəyək. Sən o pirin kəramətini bir gör. Bu naxoşluğu elə orada qoyub gələcəksən." Mən qəti surətdə rədd etdim. Bu zaman xalam da gəldi. O da sözə qarışıb, iki bacı məni danlamağa və pirin kəramətinə inandırmağa çalışdılar. Mənim iradəsizliyimi bilirsən. Qısası, zor güc məni razı elədilər. Mən bir şey qazanmasam da bir şey itirməyəcəyəm. Heç olmasa şiş bir səyahət edərəm, deyə ertəsi gün yola çıxdıq. O gün Pir Həsənə çatıb qurbanımızı kəsdik. Ziyarət etdik, şəfamızı dilədik. O gecə orada qalmalı olduq. Həmin gün ətrafdan 50 nəfərə qədər zəvvar gəlmişdi. Qadın və uşaqdan ibarət olan bu dəstə içərisində yalnız 5 kişi var idi ki, o bədbəxtlərdən biri də mən idim. Gecəni arabanın içində yatdım. Qurban ətidir deyə kebab çox yemişdim. Daha doğrusu şəfadır deyə yedirtmişdilər. Səhərə qədər gözlərimi yummadım. Çox narahat idim. Yalnız səhərə yaxın 1 saat yata bildim. Gözlərimi açdığım zaman gördüm ki, mücavir zəvvarları başına yığıb Pir Həsənin kəramətindən uzun-uzadı söyləyir. Onlar da heyrətlə mücaviri dinləyirlər. Mücavir Pir Həsənin kəramətlərini söyləyib bitirdikdən sonra bunun böyük oğlu da mürşid və kəramət sahibi bir şəxs olmuşdur dedi. Məzarı da bax bu yaxındadır. İndi ki gəlmisiniz, onu görməmiş getməyin. Sizdən narazı qalar. Cəmaət istər-istəməz haman pirə doğru hərəkət elədi. Mücavir də onlarla gedə-gedə haman pirin möcüzələrindən nağıl eləməyə başladı. Təxminən 50 nəfər bir cığırla gedirdik. Mücavir durdu, əli ilə göstərərək: "Bax, bu cığırla gedin. Haman pirin mücavirləri qarşınıza çıxar və nə edəcəyinizi sizə deyər. Amma gedərkən gözünüzə meşədə əcaib şeylər görünəcək. Qəribə səslər eşidəcəksiniz. Əsla qorxmayın. Mənim bundan irəli getməyə haqqım yoxdur" deyə geri döndü. Biz meşənin içinə yayılıb yavaş-yavaş irəliləyirdik. Başımız üzərində qocaman, yüksək ağaclar iri-iri budaqlarını sallayaraq bizimlə əylənirmiş kimi dururdu. Hər kəsdə bir qorxu və dəhşət vardı. Hava durğun və dumanlı idi. Ağacların ən yüksək budaqlarında bir yarpaq belə qımıldanmırdı. Hər tərəf səssiz idi. Bu səssizliyi yalnız bizim ayaq səslərimiz, cırcıramaların cırıltısı və yaxın gölməkələrdəki qurbağaların qurultusu pozurdu. Gözlərimizi meşənin qalın çalı və kollarına dikərək gedir,
və dəli kimi səslənirdik. İrəlidə bir səs qopdu. Qalın bir kol dibindən bilmirəm tülkümü ya dovşanmı qaçdı. Bu aralıq birdən-birə zəvvar qafiləsinin dönərək həyəcanla bağıra-bağıra bizə tərəf yüyürdüyünü gördüm. Arvad, uşaq bir-birinə qarışaraq, bir-birinə sarılaraq elə bağırırdılar ki, sanki bir dəstə quldur üzərlərinə güllə yağdırırdı. Dəhşətdən vücudumu isti bir tər bastı. Ayaqlarım titrəməyə başladı. İçlərində kişi az olduğundan müthiş bağırtı ilə hamısı bizə doğru gəlirdi. Tüklərim ürpərdi, gözlərim qaraldı. Ayaqlarım artıq hərəkətdən qaldı. Başım dumanlandı. Hər kol, hər daş, hər yarpaq gözümüzə bir vəhşi kimi görünür, qulaqlarımızda getdikcə əcaib səslər və gurultular artırdı. Özümüzü toplayacaq, düşünəcək bir halda değildik. Bağıra-bağıra mən də geriyə doğru qaçdığımı xatırlayıram. Sonra nələr olduğunu bilmirəm. Ayıldığım zaman özümü meşədə deyil, Xaçmaz xəstəxanasında gördüm. Bir şəfqət bacısı başım üstündə durub, qaşıqla ağzıma dərman tökürdü. Mən vəhşi kimi durub qaçmaq istədim. Hər şey gözümə qəribə görünürdü. Tam bir həftə əsəbi hal keçirdim. Özümü bir qədər yaxşı hiss etdikdən sonra məni xəstəxanadan çıxartdılar. Gəlirkən həkim sonuncu dəfə olaraq məni müayinə etdi. Sonra diqqətli baxışlarla məni süzərək: "Xəstə, sən bərk qorxmusan. Səndə vərəm xəstəliyi sürətlənir. Onun qarşısını almaq lazımdır. Ye, iç, istirahət elə" dedi. Dostum Ağabəy sözünü burada kəsərək qəmgin-qəmgin düşünməyə və əli ilə məzar daşına oxşamağa başladı. "Bəs sonra nə oldu? Dostun Əhməd nədən vəfat etdi?" deyə soruşdum. O başını qaldırdı və qızarmış gözlərini üzümə dikərək cavab verdi. "Əsl fəlakət sonra üz verdi. Gündən-günə soldu. Mum kimi əriməyə başladı. Mən çox çalışdım. Onu Bakıya apardım. Ən məşhur doktorlara göstərdim. Öz pulu ilə xəstəxanaya yerləşdirdim. Kəndə dönərkən qardaşım dedi: "Sən çox zəhmət çəkdin. Doğma qardaşın etmədiyi yaxşılığı sən mənə etdin. Ancaq bu yaxşılıqlarının əvəzini verəcəyimə ümidim yoxdur. Zira ki, bu xəstəliyin pəncəsindən qurtulmayacağam." Ona çox təsəlli verdim. Dostum yenə söhbətini kəsdi, gözlərini qəbrə tikərək qaldı. "Sonra nə oldu? Oradan mı vəfat etdi?" "Yox. Bir ay sonra xəstəxanadan xəstəniz ümidsizdir. Gəlin aparın deyə teleqram aldım. Getdim gətirdim. O artıq skeletə dönmüşdü. Çox zəhmətlə gətirdim. 2 həftə sonra vəfat etdi." Dostum sözünü bitirdikdən sonra yaşlı gözlərini bir müddət qəbrə dikərək qaldı. Sonra qəbrə işarə edərək titrək bir səslə: "Nə qədər gözəl insan, nə qədər yaxşı dost idi. Onu məndən Pir Həsən ayırdı" deyə mənalı-mənalı mənə baxdı. Sonra əlini şiddətlə məzar daşına çırparaq: "Bax, budur pirin kəraməti" deyə qəzəblə bağırdı.